Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət Fərmanqızı canlı yayım zamanı yeni aldığı evindən danışıb. O, evinin qiymətini açıqlayaraq izləyicilərin marağına səbəb olub. Afətin bu etirafı canlı yayım zamanı geniş müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik. Bu vaxt ilkin ödəniş 2 milyon verdim. İndi buranın qiyməti 20 milyona, 17 milyon olar, 17-18 olar. Metro indi açılsın, lap baha olacaq. Necə aldız anlayamam. Toylara gedirəm də, necə alacam? Və bir belə toy oxuyuram. İlə bir 100 toy oxuyuram ən azı. Məsələ. Bilmirəm, saymamışam, onlar da. Nə yazıb? Sizin mənim evlərimdən nə işiniz var, vəbşi? Siz deyib, bunlar deyir, mən də cavab verirəm. Sizin Rublevski plajın yanansı, Aydınçovski rayon. Bu ev, Aydınçovski rayondadır. TikTok'u partladırsınız ki, otelə eviniz deyirsiniz. Orada elə söz demişəm mən. İndi deyəcəm, yaz ora qoy şeydir, təyyarəsidir. Onlar inanırlar onsuz da. Mənim sosial şəbəkə üzrə evlə bağlı, yox, ev yoxdur, qoy. Prosta. Şako necəsən? Sağ ol. Deyir, bir dəli bir quyuya bir daş atdı, min ağıllı yığışdı, çıxardamadı. Ay dostlar, baba oğlan yazıb ki, otelə mənim evimi baba oğlan deyib. Təyyarəmi göstərəcəksən bu gün? O səsini selektora qoyuram. Selektora qoyum səsini. Buyur. Salamlayıram sizin izləyicilərimizi. Mən aktiv olaraq bir söz deyirəm, mən paylaşmışam. Cəmaət illərlə aldadır ki, villam, ad çəkməyəcəm. Villam filan kəsindir. Sonra özü hansısa verilişdə, aparıcının verilişində deyir ki, cəmaət mən əslində özümün deyil, deyib, padruqamın idi, rəfiqəmin idi. Nə oldu, cəmaət eləyəndə datdır, biz eləyəndə belə datdır, yox şeylər. Bax dostlar, prodüserim... Belə Afət xanımın villası, Afət xanımın elə bir villası var ki, mən onu üzə çıxartmaq istəmirəm. Allah Allah, o heç... Göstərmə, göstərmə. O nədir? Sən ora istirahətə gedəndə orada çəkib göstərərsən. Baş üstə. Nə vaxt gedirsən? Afət xanım məni bir həftəlik sağ olsun, çox sağ olsun. Elə özümə borc bildim, təşəkkür edeyim. Ailəmlə məni bir Sibrizə göndərib bir həftəlik kupon. Sibrizdəki... Yeməyə, içməyə, qalmağı rezidensindəki evindən, bəli. Marinada da var. İstəsən ged orada istirahət elə. Hansını da istəsən. O bir həftədən Marina. İkisindən də çək orada. Bu dəqiqə. Bir dəqiqə. Bəli. Gözdə. Alo. Rublevkadakı kupça maşında var orada. Evdədir. Gör varsa çək bir dənə mənə kadastrın üstünü bağlayıb göstərəcəm. Atmısan? Bir bax. Deyəsən atmısan, hə. Bir sən də bax, mən də baxım. Yaxşı. Hə, Şako. O üçün gedirsən, qolbağları götürürsən, kef eləyirsən. Mənim dostlarım, deyirlər ki, görünəm aparacaqsan. Görünəm aparmıram. Dostlarım, istirahət eləsin də. Afət Fərmanqızı... Mənə deyirlər ki, səsim selektorda işləyir. Bəli, işləyir. Bloger var, Suli. Mən özüm adını çəkəm. Mənə deyir ki, sən 450 manat almışsan. Danışır ki, sən... 450 niyə? Mən niyə alçaldır? 4500 manat vermişəm. Elə belə. Ki, xərcdəsin. Dostum deyilmi? Bəli, düzdür.